Oğlaq Bürcü 16 iyun 2025 Oğlaq Bürcünün proqnozu. Bugün Oğlaq Bürcü üçün sakitlik və daxili tarazlıq əsas mövzu olacaq. Səhər saatlarında bir qədər tək qalmaq, düşüncələrini nizamlamaq və planlarını gözdən keçirmək ehtiyacı hiss edə bilərsən. Günə başlamazdan əvvəl qısa da olsa özünlə baş-başa qalmaq, günün qalan hissəsini daha məhsuldar və aydın şəkildə keçirməyinə kömək edəcək. Bugün uzun müddətdir təxirə saldığın və ya dəqiq qərar verə bilmədiyin bir məsələyə yenidən baxmaq üçün uyğun vaxtdır. Hadisələrə soyuqqanlı və təmkinli yanaşmağın sənə üstünlük qazandıracaq. Ətrafında baş verən dəyişikliklərə qarşı müqavimət göstərməkdənsə onlara uyğun addımlar atmaq özünü daha güvənli hiss etməyinə səbəb olacaq. İnsanlarla münasibətlərdə səbirli və anlayışlı olmaq vacibdir. Xüsusilə ailə və yaxın çevrədə bəzi mövzularda fikir ayrılığı yaşansa da, sən bu situasiyaları yumşaq və düşüncəli yanaşmanla asanlıqla yoluna qoya bilərsən. Əsas olan emosiyaların deyil, sağlam düşüncənin ön planda olmasıdır. Günün ortasında diqqətini cəmləməkdə çətinlik çəkə bilərsən, amma bu müvəqqəti hal olacaq. Özünü yormadan hisslərinə qarşı dürüst olaraq istirahətə kiçik zaman ayırmaq bu vəziyyətdən çıxmağı asanlaşdıracaq. Fiziki və zehni olaraq balansı qorumaq üçün bəzən sadə şeylər, sakit bir gəzinti, musiqi və ya səssiz mühit kifayət edə bilər. Axşam saatları daha sakit və rahat keçə bilər. Bu vaxtı həm özünü dinləmək, həm də gələcək planlarını düşünmək üçün istifadə edə bilərsən. Kiçik, amma əhəmiyyətli bir qərar bu saatlarda formalaşa bilər. Bugünün mesajı, daxili səssizliyinə qulaq as və özünü başqaları ilə deyil, dünənki halınla müqayisə et. Sabitlik və inam səni istədiyin nöqtəyə aparacaq. Dolça Bürcü 16 iyun 2025 Dolça Bürcünün proqnozu. Bugün dolçalar üçün yenilənmə və daxilən dəyişmə ehtiyacı ön planda olacaq. Sənə tanış olan rutinlərdən bir qədər sıyrılıb fərqli baxış bucağından düşünmək istəyəcəksən. Gündəlik axını pozmadan, amma içinə sığmayan bəzi fikirlərə də qulaq asaraq daha yaradıcı və məqsədli bir gün keçirə bilərsən. Səhər saatları bir qədər dağınıq keçə bilər, diqqətin tez yayına və müxtəlif fikirlər arasında qalma ehtimalın var, lakin bu fikir axını içində sənə yeni bir anlayış və ya ilham gəlməsi mümkündür. Yazmaq, planlamaq və ya sadəcə düşünmək, bu saatlarda səni rahatlaşdıracaq və yol göstərəcək fəaliyyətlər ola bilər. Ətrafındakı insanlarla münasibətlərdə bəzən emosiyalardan çox məntiqə üstünlük verə bilərsən, amma bugün biraz daha yumşaq və anlayışlı olmaq faydalı olacaq. Xüsusilə yaxın çevrədə səni dinləmək və başa düşmək istəyən biri ilə açıq ünsiyyət qurmaq üçün gözəl bir gündür. Qarşılıqlı anlaşma sənə gözləmədiyin qədər rahatlıq və dəstək gətirə bilər. Günün ikinci yarısında daxilində müəyyən bir yön axtarışı hiss edə bilərsən. Hansı yolda irəliləmək istədiyini müəyyənləşdirmək üçün tək qalmaq və səssizliyə çəkilmək ehtiyacı arta bilər. Bu, özünü başa düşmək və gələcəklə bağlı düşüncələrini formalaşdırmaq üçün çox dəyərli ola bilər. Bugünün mesajı, daxilindəki səsi dinlə və səni yoran təsirlərdən uzaqlaş. Dəyişiklik xaricdə deyil, içində başlayır. Özünə dürüst olduqda istiqamət aydınlaşacaq. Balıq Bürcü 16 iyun 2025 Balıq Bürcünün proqnozu. Bugün Balıq Bürcü üçün həssaslıq və daxili balans önə çıxır. Günü sakit və dərin düşüncələrlə qarşılaya bilərsən. Duyğularının səviyyəsi yüksək olacaq və bu həm ilham, həm də qərarsızlıq yarada bilər. Əsas məsələ özünü dinləmək və hisslərini bastırmadan, amma idarə edərək hərəkət etməkdir. Səhər saatlarında xırda məsələlərə həddindən artıq reaksiya verə bilərsən. Bu, səni yormasın. Əslində bugün iç dünyanı daha yaxşı anlamaq və bəzi emosional yükdən azad olmaq üçün yaxşı zamandır. Əgər yaxınlarda səni narahat edən bir vəziyyət olubsa, bugün onun kökünü görmək və sakit şəkildə qəbul etmək mümkündür. Günün ortasında yaradıcılıq qabiliyyətin artır. Yazı, sənət, musiqi və ya səssiz bir fəaliyyətdə olmaq sənə rahatlıq və ilham verəcək. Hiss etdiklərini ifadə etmək ehtiyacın arta bilər. Bu, yaxın biri ilə səmimi söhbət və ya sadəcə düşüncələrini qeyd etmək formasında özünü göstərə bilər. İnsanlarla münasibətlərdə bir qədər çəkinkən ola bilərsən, amma bu müvəqqəti və başa düşüləndir.
Əgər səni anlayan və yanında özünü rahat hiss etdiyin biri varsa, onunla vaxt keçirmək ruhuna yaxşı təsir göstərəcək. Özünü izah etməyə məcbur hiss etmədən anlaşılmaq bugün sənə böyük rahatlıq gətirə bilər. Axşam saatları daha yüngül və sakit keçəcək. Bu saatlarda özünü toparlamaq, yüngül gəzinti və ya sevdiyin bir məşğuliyyətlə günə gözəl son vermək mümkündür. Bu günün mesajı: duyğularınla mübarizə aparmaq, onları dinlə və anla. Hər cavab içindədir, sadəcə öz səsində sükutda qalmağı bacar. Sakitlik bugün sənə yön verəcək ən güclü bələdçidir. Qoç bürcü 16 iyun 2025 Qoç bürcünün proqnozu. Bugün qoçlar üçün hərəkət və təşəbbüs ön plandadır. Daxilində yeni bir başlanğıc üçün güclü istək hiss edə bilərsən. Enerjin yüksələcək və bu enerjini düzgün istiqamətə yönəltmək uğurlu nəticələr gətirə bilər. Səni irəli aparacaq fikirlər və qərarlar gündəminə gələ bilər. Səhər saatlarında daha məqsədyönlü və qərarlı olacaqsan. Əgər son günlərdə özünü tərəddüddə hiss edirdinsə, bugün nə istədiyini daha aydın görmək imkanın var. Planlaşdırdığın bir işi başlamaq və ya təxirə saldığın bir məsələ ilə yenidən maraqlanmaq üçün münasib vaxtdır. İnsanlarla ünsiyyətdə bir qədər tələskən və tənqidi yanaşa bilərsən. Bu səbəbdən münasibətlərdə ehtiyatlı olmaq faydalı olacaq. Ətrafdakıların səni başa düşməsi üçün fikirlərini açıq, amma nəzakətlə ifadə etməyə çalış. Hiss etdiklərini olduğu kimi söyləmək istəsən də, yumşaq bir tonda danışmaq münasibətləri daha sağlam saxlayacaq. Günün ikinci yarısında daha aktiv və çevik olma ehtiyacın artacaq. Gəzinti, idman və ya fiziki fəaliyyətlər sənə həm enerjini sərf etmək, həm də ruh halını sabit saxlamaq baxımından yaxşı təsir göstərəcək. Əgər işləri çox ciddi şəkildə dəyərləndirirsənsə, bugün biraz axına buraxmaq da sənə yüngüllük gətirə bilər. Bugünün mesajı: daxili alovunu söndürmən, amma onu ehtiyatla idarə et. Enerjini doğru yerə yönəldikdə qarşısında az şey dayana bilər. Qərarlı ol, amma çevik qal. Uğur bu ikisinin vəhdətində gizlidir. Boğa bürcü 16 iyun 2025 Boğa bürcünün proqnozu. Bugün boğalar üçün sabitlik, səbir və daxili rahatlıq ön planda olacaq. Günə sakit, lakin məqsədyönlü başlamaq istəyəcəksən. Hiss etdiyin emosiyalar səthdə olmasa da, içində müəyyən narahatlıqlar baş qaldıra bilər. Lakin səni tanıyanlar üçün görünməsə belə, sən bu duyğuları yaxşı analiz edə və öz içində nizam yarada biləcək gücdəsən. Səhər saatları plan qurmaq, düşünmək və özünlə baş-başa qalmaq üçün əlverişlidir. Bu zaman dilimində gündəlik işlərinə və daha uzun müddətli məqsədlərinə fərqli baxışla yanaşa bilərsən. Praktik düşüncən və detallara diqqətin sayəsində bir çox məsələdə düzgün qərarlar verə biləcəksən. Əgər təxirə saldığın bir iş varsa, bugün onunla məşğul olmaq üçün münasib vaxtdır. Əlaqələrdə bir qədər ehtiyatlı və seçici olacaqsan. Hər kəslə eyni dərinlikdə ünsiyyət qurmaq istəməyə bilərsən, amma bu təbii haldır. Səni başa düşən və yanında rahat hiss etdiyin insanlarla təmasda olmaq daha yaxşı nəticə verəcək. Yaxın biri ilə səmimi bir söhbət içindəki bəzi suallara cavab tapmağına kömək edə bilər. Günün ortasında daha çox fiziki və ya praktik işlərə yönəlmək istəyə bilərsən. Evinlə, ətrafınla və ya şəxsi planlarınla bağlı bəzi düzənləmələr etmək üçün əlverişli zamandır. Bu, həm diqqətini toparlamağa, həm də özünü daha güvənli hiss etməyə səbəb olacaq. Axşam saatları isə səssiz və sakit keçməyə daha uyğundur. Daxili enerjini qorumaq və yüngül istirahət fəaliyyətlərinə yönəlmək sənə yaxşı təsir göstərəcək. Özünə ayıracağın bu vaxt həm zehni, həm də emosional olaraq balans yaratmağına kömək edəcək. Bugünün mesajı: hər şeyin öz vaxtı var, sən kifayət qədər möhkəm və düşüncəlisən ki, hər vəziyyətdə öz yolunu tapa biləsən. Səbirli ol, öz tempinlə irəlilə və içindəki sakit gücə güvən. Əkizlər bürcü 16 iyun 2025 Əkizlər bürcünün proqnozu. Bugün əkizlər üçün düşüncələrin sürətli və müxtəlif ola bilər. Zehnin bir neçə istiqamətdə eyni anda işləyə bilər, bu da sənin üçün həm maraqlı, həm də yorucu ola bilər. Əsas odur ki, fikirlərini nizamlayıb, vacib olanlara diqqət yetirməyə çalışasan.
Səbirlə və ardıcıllıqla işlərini yerinə yetirmək uğur gətirəcək. Səhər saatları yeni ideyalarla dolu keçəcək. Gözlənilməz bir fürsət və ya maraqlı bir xəbər alman mümkündür. Bu, gündəlik rutinini dəyişdirə və sənə yeni imkanlar açar. Lakin ani qərarlardan çəkinmək, hər şeyi yaxşı analiz etmək məsləhətdir. Planlaşdırma və düşünmək üçün biraz daha çox zaman ayırsan, doğru seçimlər edəcəksən. Münasibətlərdə açıq və səmimi olmaq vacibdir. Yaxın çevrəndəki insanlarla ünsiyyətdə yanlış anlaşılmalar yaranmaması üçün sözlərini diqqətlə seç. Əgər fikir ayrılığı olarsa, sakit və konstruktiv danışıqla məsələləri həll etmək mümkündür. Bu, həm səni, həm də ətrafındakiları rahatlaşdıracaq. Günün ikinci yarısında özünə zaman ayırmaq və zehnini sakitləşdirmək ehtiyacı hiss edə bilərsən. Kitab oxumaq, musiqiyə qulaq asmaq və ya sadə, diqqət tələb etməyən işlərlə məşğul olmaq sənə yaxşı təsir göstərəcək. Bu fasilələr enerjini bərpa etmək üçün faydalıdır. Bugünün mesajı: zehnini sakitləşdir və ən vacib olanlara fokuslan. Hər şey bir anda olmaz, addım-addım irəlilə. Öz çevikliyinə güvən və dəyişikliklərə açıq ol, uğur səninlədir. Xərçəng bürcü 16 iyun 2025 Xərçəng bürcünün proqnozu. Bugün xərçənglər üçün duyğular və münasibətlər xüsusi önəm daşıyacaq. Səhər saatlarında içində qarışıq hisslər yarana bilər, amma bunu normal qarşıla və özünü dinləməyə çalış. Hisslərini bastırmaq yerinə onları qəbul edib, təmkinlə davranmaq sənə daha çox güc verəcək. Ailə üzvləri və yaxın çevrəndəki insanlarla olan əlaqələr diqqət mərkəzində olacaq. Kiçik anlaşılmazlıqlar, fikir ayrılıqları ola bilər, amma səbirli və açıq ünsiyyət sayəsində bunları asanlıqla aradan qaldıra bilərsən. Duyğusal olaraq daha açıq olmaq, səmimi danışmaq münasibətləri daha da möhkəmləndirəcək. İş və şəxsi həyat arasında balans yaratmaq vacibdir. Bugün həm işdə, həm də ailədə diqqətli olmaq, həddindən artıq stressdən qaçmaq üçün lazımlı addımları atmaq faydalı olacaq. Öz ehtiyaclarına da vaxt ayırmaqla enerjini qorumağı bacaracaqsan. Qarşına çıxan məsələlərə soyuqqanlı və düşünülmüş yanaşmaq problemlərin həllini sürətləndirəcək. Günün ikinci yarısında rahatlamağa və özünə zaman ayırmağa üstünlük ver. Sevdiklərinlə keyfiyyətli vaxt keçirmək sənə həm emosional, həm də ruhi dinclik gətirəcək. Sadə, lakin sənə xoşbəxtlik verən fəaliyyətlərə yönəlmək faydalı olacaq. Bu anlar stressi azaltmaq və daxili tarazlığı bərpa etmək üçün vacibdir. Bugünün mesajı budur: duyğularını qəbul et və onlarla dost ol. Sakitlik və səbir çətin anlarda sənə ən yaxşı yol göstərəcək. Ürəyinin səsini dinlən, öz gücünə inan və hər addımda özünlə səmimi ol. Şir bürcü 16 iyun 2025 Şir bürcünün proqnozu. Bugün şirlər üçün özünə inam və yaradıcı enerji yüksək olacaq. Səhərdən etibarən ətrafdakı insanlara təbii cazibənlə təsir etmək imkanın var, öz fikirlərini və hisslərini ifadə etmək üçün ideal zamandır. Yeni layihələrə başlamaq və ya mövcud işlərini daha da irəli aparmaq üçün güclü motivasiya hiss edəcəksən. Səhər saatlarında diqqətini əsasən şəxsi məqsədlərinə yönəltmək faydalı olacaq. Öz dəyərlərini və nə istədiyini aydın şəkildə müəyyənləşdirmək, qərarlarını daha inamlı verməyinə kömək edəcək. Eyni zamanda liderlik bacarıqlarını göstərmək üçün əla fürsətlər ortaya çıxacaq. Amma tələskənlik və təkəbbürdən uzaq durmaq vacibdir, ətrafındakı insanlarla harmoniyada olmaq uğurunu artıracaq. Günün ortasında dostların və yaxınlarınla ünsiyyətində səmimi və açıq olmaq münasibətləri möhkəmləndirəcək. Münaqişələr yaranarsa, onları sakit və məntiqli şəkildə həll etməyə çalış. Bugün həmçinin özünün və başqalarının ehtiyaclarına diqqət yetirmək balansı qorumağa kömək edəcək. Günün ikinci yarısında yaradıcılıq qabiliyyətin yüksələcək. İncəsənət, musiqi və ya digər yaradıcı işlərə vaxt ayırmaq həm sənə zövq verəcək, həm də daxili enerjini artıracaq. İdman və ya açıq havada gəzinti fiziki və emosional gərginliyi azaltmaq üçün faydalı ola bilər. Bugünün mesajı: parla, amma həm də diqqətli ol. Öz gücünə inan, amma başqalarının fikirlərinə də hörmət göstər. Liderlik ruhunu düzgün istifadə edəndə sənə heç bir mane dayanmaz.
Enerjini pozitiv məqsədlərə yönəlt və öz parlaqlığını paylaşmaqdan çəkinmə. Qız bürcü 16 iyun 2025 Qız bürcünün proqnozu. Bugün qızlar üçün diqqət və təfərrüatlara fokuslanmaq əsas olacaq. Səhər saatlarından başlayaraq ətrafındakı kiçik detallar sənə çox şey söyləyə bilər. İşlərdə və gündəlik məsələlərdə dəqiqlik və nizam-intizam tələb edən tapşırıqları yerinə yetirmək üçün əlverişli zamandır. Sənin təbii analiz qabiliyyətin və metodik yanaşman bugün çox faydalı olacaq. Səhər saatlarında bəzi gözlənilməz dəyişikliklər və ya kiçik problemlər qarşıya çıxa bilər. Ancaq səbirli və soyuqqanlı davranmaq hər şeyi sistemli şəkildə həll etmək imkanı verəcək. Hər hansı narahatlıq hiss etsən də onu başqalarına yansıtmaqdan çəkin. Bu, sənə əlavə stres gətirə bilər. Münasibətlərdə açıq və aydın ünsiyyətə üstünlük vermək lazımdır. Ətrafındakı insanlarla fikirlərini paylaşarkən həm öz fikirlərinə, həm də qarşı tərəfin düşüncələrinə hörmət göstərmək münasibətlərin sağlam qalmasına kömək edəcək. Əgər iş yoldaşların və ya yaxınların arasında anlaşılmazlıq varsa, səmimi və diqqətli davranmaq məsələlərin həllini sürətləndirəcək. Günün ikinci yarısında özünə vaxt ayırmaq, sakit və məhsuldar fəaliyyətlərlə məşğul olmaq istəyəcəksən. Kitab oxumaq, planlama aparmaq və ya hər hansı bir təşkilati işlə məşğul olmaq sənə rahatlıq verəcək. Bu vaxtı həm zehni, həm də emosional dincəlmək üçün dəyərləndirmək vacibdir. Bugünün mesajı: detallara diqqət göstər, amma özünü çox yorma. Səbirli ol və addımlarını planlı şəkildə at. Daxilindəki nizam-intizam səni məqsədlərinə daha da yaxınlaşdıracaq. Hər şey sənin əlindədir, sadəcə ona diqqətlə yanaş. Tərəzi bürcü 16 iyun 2025 Tərəzi bürcünün proqnozu. Bugün tərəzilər üçün harmoniya və balans tapmaq əsas məsələ olacaq. Səhər saatlarından başlayaraq ətrafındakı insanlarla münasibətlərində səmimi və diqqətli olmağa çalış. Qarşılıqlı anlayış və ədalət hissi sənə həm işdə, həm də şəxsi həyatda uğur gətirəcək. Əgər uzun müddətdir həll olunmamış məsələlər varsa, bugün onları sakit və konstruktiv ünsiyyətlə həll etmək üçün əlverişli vaxtdır. Daxili səviyyədə özünü bir qədər narahat hiss edə bilərsən, amma bu, sənə öz ehtiyaclarını daha yaxşı anlamağa kömək edəcək. Günün ilk yarısında qərar verməkdə tərəddüd edə bilərsən, amma narahat olma, düşüncələrini topladıqca düzgün seçimlər etmək daha asanlaşacaq. Başqalarının fikirlərini dinləmək və balanslı yanaşmaq bu prosesdə önəmli rol oynayacaq. İş və şəxsi həyat arasında uyğunluğu qorumağa çalış. İşgüzar məsələlərdə tərəflər arasında vasitəçilik etmək ehtiyacı yarana bilər. Səbirli və ədalətli olmağın həm özünə, həm də ətrafına fayda verəcək. Münasibətlərdə qarşılıqlı hörmət və açıq danışıq problemlərin həllində əsas açardır. Günün ikinci yarısında özünə vaxt ayırmaq və sevdiyin fəaliyyətlərlə məşğul olmaq ruhunu yüksəldəcək. Sakit və rahat bir mühitdə olmaq, daxili enerjini bərpa etmək üçün vacibdir. Yaxınlarınla keyfiyyətli vaxt keçirmək sənə xüsusi xoşbəxtlik gətirəcək. Bugünün mesajı: harmoniya yaratmaq üçün əvvəlcə öz iç dünyanı tarazla. Səbirli ol, dinlə və anla. Hər şeyi zorlamadan öz axarında buraxmaq sənin üçün ən yaxşı yoldur. Daxili balansın uğur və xoşbəxtliyin açarıdır. Əqrəb bürcü 16 iyun 2025 Əqrəb bürcünün proqnozu. Bugün əqrəblər üçün dərin düşüncələr və güclü emosiyalar ön planda olacaq. Səhər saatlarında özünü daha daxilən araşdırmaq və duyğularını anlamaq ehtiyacı hiss edə bilərsən. Bəzən içində yaranan qarışıqlıq səni çaşdıra bilər, amma unutma ki, bu proses sənin üçün vacibdir. Özünü tanımaq və emosional enerjini düzgün istiqamətə yönəltmək üçün əlverişli gündür. Ətrafındakı insanlarla münasibətlərdə bir qədər ehtiyatlı olmaq faydalı olacaq. Hisslərini gizlətmək istəsən də dürüstlük və açıq danışıq münasibətləri sağlam saxlamaq üçün önəmlidir. Qarşıdurmalardan qaçın, amma lazım gəldikdə öz mövqeyini də qorumağı unutma. Səmimi və dərin söhbətlər yaxın əlaqələrini möhkəmləndirəcək. İş və şəxsi həyatında ciddi mövzularla üzləşə bilərsən.
Bu məsələləri tez və səthi həll etmək yerinə diqqətlə və planlı şəkildə irəliləmək daha məqsədə uyğun olacaq. İradəli və məqsədyönlü yanaşman qarşıya çıxan maneələri aşmaqda sənə kömək edəcək. Günün ikinci yarısında özünə vaxt ayırmaq daxili enerjini bərpa etmək üçün əhəmiyyətlidir. Meditasiya, təbiətdə gəzinti və ya sadə rahatlama metodları ruhunu sakitləşdirəcək. Bu, gələcək planların üçün də möhkəm zəmin yaradacaq. Bugünün mesajı: dərinliyinə in, amma özünü itirmə. Emosiyalarını idarə etməyi öyrən və gücünü müdrikliklə istifadə et. Hər çətinlikdə özünə güvən və irəlilə. Sənin daxili alovun heç vaxt sönməsin. Oxatan bürcü. 16 iyun 2025 Oxatan bürcünün proqnozu. Bugün oxatanlar üçün həyəcanlı və enerjili bir gün olacaq. Səhərdən etibarən yeni fikirlər və ideyalar səni ruhlandıracaq. Səyahət, öyrənmə və geniş perspektivlərə açıq olmaq üçün əlverişli zamandır. Macəra arzusu güclü ola bilər, amma hər şeyi planlı şəkildə həyata keçirmək vacibdir ki, sürprizlərdən qaçına biləsən. Ətrafındakı insanlarla ünsiyyətində optimist və pozitiv olmağın münasibətləri yaxşılaşdıracaq. Dostlarınla və yaxınlarınla açıq danışıq, paylaşmaq istədiyin düşüncələri rahat ifadə etməyinə imkan verəcək. Hər hansı fikir ayrılığı yaranarsa, onu səmimi və konstruktiv şəkildə həll etmək mümkündür. İş və şəxsi həyatında yeni layihələrə başlamaq və ya mövcud işlərini genişləndirmək üçün güclü motivasiya hiss edəcəksən. Ancaq qərarları tələsik verməkdən çəkin və hər addımı diqqətlə planlaşdır. Bu, gələcək uğurlarının əsasını qoyacaq. Günün ikinci yarısında özünə və dincəlməyə vaxt ayırmaq vacibdir. Açıq havada vaxt keçirmək və ya sevdiyin fəaliyyətlərlə məşğul olmaq həm fiziki, həm də ruhani baxımdan sənə yaxşı təsir edəcək. Bugünün mesajı: yeni imkanlara açıq ol, amma addımlarını düşünərək at. Həyat bir macəradır, ona cəsarətlə və pozitiv yanaş. Öz azadlığını və xoşbəxtliyini qorumağı unutma.